Divar üzərinə rəsm çəkirəm. 3-cü seriyaya xoş gəlmisiniz. Bu seriyada artıq rəsmin tam olaraq nəticəsini görə biləcəksiniz. Sizin qədər mən də nəticəsini görmək üçün çox həyəcanlıyam və ümid edirəm ki, bu qədər zaman işləməyimə və əziyyət çəkməyimə dəyəcək. Rəsmi tam olaraq bitirməyim hardasa 4-5 gün çəkdi demək olar və bu prosesi də bacardığım qədər mən də sizə daha yaxından göstərməyə çalışdım. Gördüyünüz bu üsuldan istifadə edərək yuxarıda olan rəsmlərin rənglənməsinə daha asan bir şərait yaratdım. Bu rəsmlərin rənglənməsinə demək olar elə ən yuxarıda olan şəkillərin rənglənməsi daha çox zaman alırdı və daha çox çətin idi. Çünki əllərimin daima yuxarıda olması bu da fiziki cəhətdən yorğunluq yaradırdı. Təbii ki, sözsüz hər bir işin öz əziyyəti, zəhməti vardır. Bu işin də zəhməti budur deyə bilərəm. Rəsmlər arasında təkcə bu çiçəyin rənglənməsini unutmuşdum. Onu da dərhal rəngləyib qurumasını gözlədim. Ardınca isə gördüyünüz bu küncdə rəsmi çəkməyi tamamilə unutmuşdum. Ona görə də dərhal burada da bir çiçək rəsmi çəkərək onun rənglənməsinə başladım. Məncə bu rəsmlər arasında ən çox bəyəndiyim rəsm elə bu olacaq və hazırsızsa sizə nəticəni göstərirəm. Təxminən 5 gün zamanımı almasına baxmayaraq, məncə çox möhtəşəm oldu və buna dəydi. Bəs siz nə düşünürsünüz? Fikirlərinizi yanımda gözləyirəm. Hər bir rəsmin incə detallarını sizə göstərməyə çalışdım. Bu arada bu yataq otağımızda dəyişilməli olan hələ çox şeylər var və hələ çox rəsmlər olacaq çəkilən. Və əgər sizə bu proses maraqlıdırsa, bizi izləməyə ala bilərsiniz. Səhifəmizdə bir-birindən maraqlı vloqlar həddindən artıq çoxdur. Növbəti vloqda görüşənədək. Sen bizden uzak düştün artık. Desen yeller apardı. Ya soyup eller apardı. Seni